Sizləri Azərbaycan Respublikasının İgidlər Yurdu Tovuz elindən salamlayırıq. Bugünkü ziyarətimiz şəhid Pərviz Nağıyevi ziyarətimizdir məqsədimiz. Və öz komandamız və qazimiz Məhəmməd Allahiyarovla birlikdə ailəsində ziyarətə gedəcəyik. Nəhayət gəldik, çıxdıq şəhid Pərviz Nağıyevin evinə. Gəldik ki, ailəsini ziyarət edək. İnşallah birlikdə qapıyı döyək. Ay gül oğlan əmi. Gəlin, xoş gəldiniz. Sağ ol əmdən. Naman yox əm qurbanım. Sağ olun, sağ olun. Xoş gəldiniz, xoş gəldiniz. Uşaqlar evdədirmi? Evdədir mənim. Hə, sizə qurban olum. Gəl. Gəldiniz, gəldiniz. Gəl lan. Buyurun, keçin. Və şəhidimiz Pərviz Nağıyevin nöqtə-nöqtə, vergül-vergül xatirələrlə dolu otağındayıq. Şəhidimiz Pərviz Nağıyevin atası Güloğlan əmi, ağlan əmi, sağ olun. Şəhidimiz vətən üçün, millət üçün canından keçibdir. Dərk eləyən olanlar, millətlər, xalq hamısı, yəni biz tək belə 5-6 nəfər gəlməyimizə baxmayaraq hamımız buradayıq. Bütün vətən sizin yanınızdadır. Yəni vətən olaraq, ölkə olaraq öz vəzifəsini yerinə yetirirlər, məlumdur. Biz də xalq olaraq öz vəzifəmizi yerinə yetirərək gəldik ki, sizi ziyarət eləyək. Şəhidimiz, inşallah şəhidimizi gedib ziyarət eləyəcəyik. Yəni bir sözlə unutmamaq lazımdır. Gələcək nəsillər, indiki nəsillər, hər kəs bilməlidir ki, bizim Azərbaycan yurdumuz şəhidlərimizin qanı sayəsində ayaqdadır. Bir sözlə şəhidlərimiz unudulmamalıdır. Unudulmamaz qəhrəmanlar yenə unudulmamalıdır. Və qazimiz də həmçinin Məhəmməd qardaşımız da Qarabağın 2-ci Qarabağ müharibəsində döyüşənlərdəndir. İnşallah qardaşımızla çıxışları gələcək. Yəni bir sözlə şəhidimizin Azərbaycan Respublikasına qoyduğu 2 əmanəti, uğur və cəsur. Bu oğlanlar, bu ailə bizlərə əmanətdir. Yəni bir sözlə unutmayın, unutturmayaq, vəzifəmizdir. Bir daha Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan, yaşasın ordumuz, yaşasın cənab İlham Əliyev. Qarabağ Azərbaycandır. Şəhidimizin bizə əmanət qoyduğu, Azərbaycan Respublikasının işlərinə, oğullarına, qızlarına əmanət qoyduğu evlatlara cəsur və uğuru çalışdığımız qədər bugün əlimizdən gələn əyləncələrə, lazım olan yerlərə aparıb ürəklərini açacağıq. Və tək bizim belə danışmamızın yox, nə qədər Azərbaycanın oğulları və qızları var ki, gələ bilmədilər. Yəni yenə də ürəkləri buradadır. Həmçinin Azərbaycanın igid oğlanları və qızları adından şəhid ailəmizə. Yəni şəhidlər ölmür, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayır. Yenə də onların salamını sizlərə çatdırmışlar. Həmişə şəhidlər bizim üçün yaşayır, yaşayacaq igid oğlanlar və qızların sayəsində. Yəni belə desək ki, qazilərimiz, veteranlarımız, şəhidlərimiz sayəsində biz bugün hərəkət edib addım atırıq da, birinci minnətdarıq şəhidlərə, qazilərimizə və veteranlarımıza. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Şəhidlərimizin qanı sayəsində, şücaəti sayəsində biz bugün ayaqdayıq. Dövlətimiz, millətimiz, xalqımız ayaqdadır. Yəni bir sözlə nə qədər yaxşı işlər görsək də şəhidlərimizin etdiyi nöqtə və vergülü qaytara bilmərik. Və həmçinin də şəhidlərimizin balaları bizə əmanətdir. Cəsur və uğur olduğu kimi və digər şəhidlərimizin də balaları, ailəsi bizə əmanətdir. Şəhidlər ölməz, vətən bölünməz. Unutmayaq, unutturmayaq. Qarabağ Azərbaycandır.